Bu arxamdakı 5 il əvvəl sadəcə ailə maşını olarkən Çinlilər gördülər ki, gənclərin maşına daha çox ehtiyacı var və X5 Plus-ı gənc maşına çevirdilər. Təkcə babat görünüşünə görə yox ha. Çinlilərə görə gənc maşını babat göründüyü qədər də ucuz olmalıdır. Ona görə Çanqanın Azərbaycandakı rəsmi distribyutoru bu avtomobili 25.500 manatdan başlayan qiymətlə təklif eləyir. Gəncdirsə təkcə sərfəli qiymətə yeni maşın olmasın, həm də sürüşdən həzz alsın deyən Çinlilər bu avtomobilə 188 at güclü 1.5 litrlik Blue Whale turbo mühərriki qoyublar. 100 km/saat sürəti sadəcə 7.5 saniyə yığır. Qardaş, heç bir dərdin yoxdur. Səninə benzin doldur, onsuz da 6-7 litr yandırır və hara istəyirsən sür getsin. Çöldən belə vəhşi kimi görsənən dizaynı Çanqan içəridə xüsusi zövqlə işləyib. Avtomobilə dəri salon, salona isə 12.3 düymlük ekran qoyublar. Sony səs sistemi haqqında vəbşi danışmıram. Park eləməklə araları yaxşı olmayanlar üçün də 360 dərəcə kamerada öz yerində. Hara baxırsan, hər tərəfdə qəşəng bir detal tapırsan. Azərbaycanda rəsmi distribyutordan X5 Plus-ı sadəcə 25.500 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz. Özü də rəsmi servisdən 5 il və ya 150.000 kilometr zəmanətlə. Sağ olun.